Salam, bugünkü dərsimiz söz yaradıcılığı, sözün tərkibi və yaxud morfemikasıdır. Morfemika nədir? Morfemika sözlərin tərkibindən, quruluşundan bəhs edən dilçilik bölməsidir. Sözlər mənasına görə iki hissəyə ayrılır. Həm leksik, həm də qrammatik mənası olan sözlər və yaxud yalnız qrammatik mənası olan sözlər. Siz artıq bilirsiniz ki, əsas nitq hissələrinin həm leksik, həm də qrammatik mənası olur. Köməkçi nitq hissələrinin isə yalnız qrammatik mənası olur. Sözün leksik və qrammatik mənası haqqında leksika bölməsində geniş şəkildə danışmışam, izahlar vermişəm. Həmin o izahlar, qeydlərim kanalda mövcuddur. İstədiyiniz vaxt daxil olub baxa bilərsiniz, həm də təkrarlanmış olarsınız. Sözün tərkibi iki hissəyə ayrılır. Bunlardan biri kök, digəri isə şəkilçidir. Kök sözün mənalı hissəsidir. Həm leksik, həm qrammatik mənası var. Suala cavab verir, cümlə üzvü ola bilir. Şəkilçinin isə yalnız və yalnız qrammatik mənası var. Ayrılıqda heç bir cümlə üzvü ola bilməyəcək, suala cavab verməyəcək, leksik mənası mövcud olmuş olmayacaq. Gəlin bu sözlərə baxaq. Bir neçə söz yerləşdirmişəm. Qoyun sözün köküdür. Qoyunçuluq, çuluq isə onun leksik şəkilçisi olacaq. Və burada da başlanğıc forması sonucu leksik şəkilçini daxil edib sxemi bağlanmış oluram. Bilirsiniz ki, dilimizdə qoyunçu deyə bir peşə sənət məzmunu söz yoxdur. Ona görə burada çuluq şəkilçisi bir yerdə getmiş olacaq. Alovlanmaq sözünə baxaq. Alov sözün köküdür. Lan leksik şəkilçidir, maq qrammatik şəkilçidir. Bunun da deməli başlanğıc forması qrammatik şəkilçiyə qədər olan hissəsidir. Qrammatik şəkilçilər başlanğıc formaya daxil deyil. İndi bu haqda bir qədər ötəri məlumat verdim. İrəliyən vaxtlarda daha da geniş şəkildə izaham vermiş olacağam. Gəlin baxaq yavaş-yavaş. Şəkilçilər mənasına görə həm leksik, həm də qrammatik olurlar. Leksik şəkilçilər, deməli, bunlar haqqında məlumat verim. Leksik şəkilçilərin işarəsi uçbucaq formasında olur. Bunlar həm sözün quruluşunu, həm nitq hissəsi mənsubluğunu, həm də məzmununu dəyişmiş olacaqlar. Bu nə deməkdir? Məsələn, götürək, dəmirçi sözünü götürək. Dəmirçi. Dəmir sözün köküdür. Çi leksik şəkilçisidir. Bunun başlanğıc forması dəmirçidir. Sonuncu leksik şəkilçini götürüb sxemi bağlayıram. İndi baxaq. Bayaqları bu söz dəmir idi. Və bu nə bildirirdi? Metalı bildirirdi. Ağır bir metalı bildirmiş olurdu. Mən buna peşə sənət məzmununu çi leksik şəkilçisini əlavə elədim. Oldu dəmirçi. Bayaqları metalı nəzərdə tuturdumsa, indi insanı nəzərdə tutmuş oluram. Həm bunun quruluşu dəyişdi, həm məzmunu dəyişmiş oldu. Amma nitq hissəsi mənsubluğu hələ ki eyni qalıb. Məsələn, götürək mənimsəmək sözünü. İndi nitq hissəsi mənsubluğunu dəyişək. Mənimsəmək. Deməli, mən sözün köküdür. Bunu silək. Deməli, mən sözün köküdür. İmsə leksik şəkilçidir. Bu da ki, qrammatik şəkilçidir. Məslərin şəkilçisidir. Başlanğıc formada qrammatik şəkilçiyə qədər olan hissədir ki, onu da ayıraq. İndi baxaq. Mən bayaqları əvəzi idi. Ona imsə leksik şəkilçisini əlavə elədim. Oldu feil. Mənimsəmək feili yaranmış oldu. Nitq hissəsi mənsubluğu dəyişdi. Bayaqları baxın, bunları nəzərdə tutmuş olurdum. Leksik şəkilçilər həm milli, həm də alınma ola bilir. Alınma şəkilçilər bir variantlı, bir formada yazılan şəkilçilərdir. Məsələn, götürək kitabxana sözünü. Kitabxana. Deməli, bunlar farslarda sözdür. Fars sözüdür, xana. Bizdə isə şəkilçi formasındadır. Kitab evi deməkdir. Xana ev deməkdir və ya çayxana, çay evi mənasındadır. Zəhmətkeş sözünü götürək. Zəhmətkeş. Keş çəkmək mənasını verən bir sözdür. Şəkilçidir daha doğrusu. Zəhmət çəkən mənasındadır. Bunlar deməli olacaqlar bir variantlı şəkilçilər, alınma mənşəli şəkilçilərdir. Həmçinin sözün əvvəlinə də qoşula bilir. Məsələn, deyək ki, bisavad. Bisavad. Gördüyünüz kimi buradakı bis sözün əvvəlinə qoşulub. Bunlar alınma mənşəli sözlər olacaq, şəkilçilər olacaqlar daha doğrusu. Leksik şəkilçilər elə gördüyünüz kimi bir variantlı, 2 və yaxud 4 variantlı ola bilir.
Həm sözün önünə qoşuldu, həm də ki sonuna qoşula bildi. Biz artıq bilirik ki, əvvəlcə kök gəlir, sonra leksik şəkilçi, ondan sonra qrammatik şəkilçi gəlmiş olur. Amma burada qeyd elədiyim şəkilçilər, leksik şəkilçilər olsa da, bunlar qaydanı pozmuş olurlar. Bunlardan əvvəl qrammatik şəkilçilər gələ bilər. Məsələn, evimizdəki sözünə baxaq. Burada imiz mənsubiyyət şəkilçisinin şəkilçisidir. Birinci şəxsin cəminə aiddir. Gördüyümüz kimi, ondan sonra leksik şəkilçi daki dəki gəlib. Ev sözün kökü, imiz qrammatik, daki dəki də leksik. Biz bunun başlanğıc formasını müəyyən eləyəndə deyirik ki, elə bu başlanğıc formasına sonuncu leksik şəkilçini götürürük və bağlayırıq. Yəni, bu imiz mənsubi şəkilçisi daxil olmuş olur. Çünki sonuncu leksik şəkilçi mənim daki dəkidir. Onu götürəndən sonra sxemi bağlaya bilərəm. Ona görə də daxil olmuş olacaq, diqqətli olun. Məsələn, xalamgil deyirəm, burada da həmçinin sözün başlanğıc formasına birinci şəxsin təkinə aid olan mənsubi şəkilçisi daxil olmuş olacaq. Bizimki sözündə də həmçinin bunun başlanğıc forması sonuncu leksik şəkilçi olan kini götürürəm, sxemi bağlayıram və sxemin içərisində istisna formada əlbəttə ki, qrammatik şəkilçi də getmiş olur. Yərikalın şəkilçisidir. Yəni, belə hallarla qarşılaşa bilərsiniz. Bunlar səhv deyil, istisna məqamlardır deyək. Tez-tez rastınıza elə çıxmayacaq, amma testlərdə düşür. Diqqətli olun. Yazılışına görə baxda artıq məlumat verdim. 1, 2 və ya 4 cür olması haqqında danışdım artıq. Bir də qrammatik şəkilçilər haqqında sizə məlumat verim. Qrammatik şəkilçilər sözün məzmununu dəyişməyəcək. Onun yalnız formasını dəyişəcək. Bir də əlaqələndirmə rolu oynayacaq. Bu nə deməkdir? Məsələn, söz birləşməsini götürək. Deyirəm ki, qızın, ya da belə deyək, qız və çanta deyək. Qız və çanta deyək. İndi mən bu sözləri əlaqələndirmək istəyirəm. Bu vaxt qrammatik şəkilçiyə müraciət edəcəm. Qızın çantası. Baxın. Burada ın yərikalın şəkilçisi, sıradakı üçüncü şəxsin təkinə aid olan mənsubiyyət şəkilçisidir. Bunların vasitəsilə mən sözləri əlaqələndirib bir söz birləşməsi yaratmış oldum. İsmi birləşmə yarandı gördüyünüz kimi. Əlaqələndirmə deyəndə bunlar nəzərdə tutulmuş olur. Sonra qrammatik şəkilçilər 2 və yaxud 4 cür yazılacaq. Yəni, bunlar bizim milli şəkilçilərimizdir. Bir variantlı forması yoxdur. Alınma deyirlər, yadda saxlayın. Qrammatik şəkilçilər milli şəkilçilərdir. Bunlar alınma mənşəli olmurlar. Siz artıq qrammatik şəkilçiləri tanıyırsınız. Gəlin bir dənə yadımızda salaq. İsim bölməsində hansı qrammatik şəkilçiləri var idi? Sıra ilə gedək. Deməli, cəm şəkilçisi var idi. Ondan sonra mənsubiyyət şəkilçisi var idi. Sonra hal şəkilçisi var idi və yaxud şəxs və xəbəri şəkilçimiz var idi. Sonra fe'l bölməsinə bir nəzər salaq. Fe'l bölməsində hansı qrammatik şəkilçimiz var idi? Baxın, zaman var idi. İnkar şəkilçimiz var idi. Şəkillərin şəkilçisi var idi. Təsriflənən formaların. Bir də təsriflənməyən formaların şəkilçisi var idi. Məslərin, fe'li sifətin, fe'li bağlamanın. Bunlar da deməli qrammatik şəkilçilərə daxildir. Artıq bilirsiniz. Eyni zamanda fe'ldə də şəxs və xəbəri şəkilçiləri olur ki, onlar da qrammatik şəkilçilərə daxildirlər. Bunlar oldu bizim qrammatik şəkilçilərimiz. Elə də çox deyil, azdır. Çalışın bunları yadda saxlayın. Qrammatik şəkilçilərimiz bu qədərdir. Bunlar bildiyiniz kimi alınma mənşəli olmadığına görə sözün əvvəlinə qoşula bilməyəcəklər. İşarəsi yarım dairədir. Leksik şəkilçiləri isə uçbucaq formasında olmuş olur. Yazılışı haqqında artıq məlumat verdim. 1, 2 və 4 cür yazılır. Qrammatik şəkilçilər 2 və 4 cür, leksik şəkilçilər 1, 2 və 4 cür yazılmış olacaqlar. Məsələn, bayaqlar biz nə göstərdik? Bisavad sözünü. Bisavad. Burada bi nədir? Alınma mənşəli bir şəkilçidir. Sözün əvvəlinə qoşuldu. Və yaxud a normal şəkilçisini götürək. Anormal sözünü daha doğrusu. Anormal. Burada gördüyünüz kimi anormal. Burada gördüyünüz kimi a leksik şəkilçidir və sözün əvvəlinə qoşulub. Əvvəlinə də qoşula bilir. Ondan sonra şəkilçilərin iki variantlı olmasında açıq saitlər rol oynayır. A və ə bizim açıq saitlərimizdir.
Deməli, bunlar şəkilçinin tərkibində olanda iki variantda olur. Məsələn, dadə, dandən şəklində, AE şəklində. Sonra qapalı saitlərimiz görədiyi isə biz bilirik ki, o 4 variantlı şəkilçidir. Məsələn, ın, in, un, ün, dır, dir, durdur və s. şəkilçilər, çı, çi, çu, çü. Bunlar deməli 4 variantlı şəkilçilər olacaq. Qapalı saitlərin hər biri şəkilçilərin tərkibində iştirak eləsələr də, açıq saitlərə bu aid deyil. Açıq saitlərdə daha çox A və Ə-dən istifadə edirlər. Açıq saitlərdən E, O və Ö-nü milli sözlərimizdə sözün son hecasında görə bilmirik, işlənmirlər. Buna görə də bu şəkilçilərdə bu deməli saitlərimiz iştirak eləyə bilmir. İstisna kimi güney, oxlu və uzunsuz sözlərini yadda saxlaya bilərsiniz. Yəni, bunlar istisna məqamlardır. Normalda biz bunları şəkilçilərin tərkibini əldə görə bilmirik. Deməli, milli sözlərimizin sözün son hecasında daha çox istifadə edilmiş olmur. Sonra, sözə eyni anda bir neçə şəkilçi qoşmaq olar. Məsələn, dostluğumuzdan sözünə baxaq. Dost sözün kökü, luq leksik şəkilçi, umuz mənsubiyyət, dandakı çıxışlı qalın şəkilçisidir. Gördüyünüz kimi 2 qrammatik, bir leksik şəkilçisi oldu və yaxud yazdırılmışdır sözə baxaq. Yaz sözün köküdür, dır leksik, ıl leksik, mış qrammatik, dır da qrammatik şəkilçidir. Mış nəqli keçmiş zamanın, dırdakı şəxs şəkilçisidir. Gördüyünüz kimi sözdə 1 kök, 2 leksik, 2 də qrammatik şəkilçi var. Şəkilçilər sözün kökünü dəyişə bilmir. Yəni, sözün kökü olduğu kimi qalacaq və onun kökünü dəyişə bilməyəcək. Bunu yadda saxlayın. Mənşəyinə görə alınma və milli olur. Bax, mən sizə danışdım artıq. Alınma şəkilçilər sözün əvvəlinə qoşula bilən şəkilçilərdir. Məsələn, gəlin bir dəfə də yazaq. Bir şəkilçisi var. Sonra na şəkilçisi var. Ba şəkilçisi var. La şəkilçisi var. Bunlar alınma mənşəli şəkilçilərdir. Və yaxud da ki, anti şəkilçisi var. Sonra, baxaq görək. A şəkilçisi var, anormal və s. Bizim deməli, alınma mənşəli şəkilçilərimiz var. Eyni zamanda biz bayaqları qeyd elədik ki, milli şəkilçilərimiz 2 və 4 cür yazılır. İstisna məqamda bir cür yazılan leksik şəkilçilərimiz də var. Bunları əzbərləyirsiniz, 6 dənə şəkilçidir. Gildi, daşdı, saldı, sovdu, şındı, laqdı. Əgər yadınızda qalmırsa, sözlər vasitəsilə yadda saxlaya bilərsiniz. Qoşulma yerinə görə baxda danışdım. Sözün əvvəlinə və sonuna qoşula bilir. Bunlar sözün əvvəlinə qoşulacaq. Bayaqları qeyd etdiklərimiz isə sözün sonuna qoşulmuş olurlar. Bunlardan bilirsiniz ki, şəkilçilərin antonimliyi və sinonimliyi olur. Ba və l şəkilçiləri sinonimdir. Məsələn, ba, səfa və səfalı eyni məzmunu bildirmiş olur. Bivəfa və vəfalı isə buradakı bi və l şəkilçilər bir-birinə münasibətdə antonim olacaqlar. Eyni zamanda bu şəkilçiləri görəndə diqqətli olun. Dıqdı, mırdı, mazdı, dındı, dımdı. Bilin ki, bunlarda 2 dənə qrammatik şəkilçi olacaq. Sual verərək müəyyənləşdirə bilərsiniz. Bilirsiniz ki, qrammatik şəkilçilər sualın tərkibinə daxil olur. Leksik şəkilçilər isə sualın tərkibinə daxil olmurlar. Məsələn, yaxşılaşdıq sözünə baxaq. Yaxşı sözün kökü. Laş leksik şəkilçi. D şudi keçmiş, qdakı şəxs şəkilçisidir. Şudi keçmiş zamanda sait olduğuna görə şəxs şəkilçisinin saiti deməli düşüb. Ona görə q qalıb burada, samit qalıb. Və yaxud aparmır sözünə baxaq. Apar sözün köküdür. M inkar şəkilçisi, ırdakı qrammatik şəkilçidir. İndiki zamana aid şəkilçidir. Aparmır. Siz bilirsiniz ki, mamə inkar şəkilçisi. Həm indiki zaman şəkilçisinin üzərinə artırılanda, həm də ki, qeyri-qəti gələcək zaman şəkilçisinin üzərinə artırıldığı vaxt, ar-ər, deməli, bunlar artırıldığı vaxt öz saitini itirir. Ma saitini, a saitini itirmiş olacaq. Düşür burada. Ona görə bu formaya gəlib düşüb. M orada tək qalıb. Məsələn, getməz sözünə baxaq. Burada bilirsiniz ki, ikinci və üçüncü şəxsin tək və cəmində
Qeyri-qəti gələcək zaman inkarda istifadə ediləndə r samiti z samiti ilə əvəzlənir. Buradakı əz sözü, yəni əz şəkilçisi daha doğrusu, qeyri-qəti gələcək zamanın şəkilçisidir. İnkar şəkilçisi qəbul elədiyinə görə r samiti z samiti ilə əvəzlənir. Həmçinin burada aldım və aldın sözlərində də 2 qrammatik şəkilçi var. Diqqətli olun bu məqamlarda. Sonra, maqmək şəkilçisi haqqında mən sizə geniş şəkildə məlumat vermişəm. Sadəcə olaraq xatırlatma məqsədi ilə mən yenidən qeyd etməyi lazım bildim. Maqmək şəkilçisi bizə həm dır üzəri 4, həm laş-ləş, həm lan-lən, həm də ıntı şəkilçilərini müəyyən eləməkdə kömək edir. Bu nə deməkdir? Əslən qalsa siz bunu artıq əvvəlki dərslərdən bilirsiniz. Çünki əvvəlki dərslərdə geniş şəkildə izahlarını vermişəm. Laş-ləş şəkilçisini və lan-lən şəkilçisi müəyyən eləmək üçün lalə hissəsindən sonra hər ikisində maqmək şəkilçisi əlavə edilməlidir. Çünki bizdə həm lalə plus ş, həm də lalə plus n şəkilçisi də var. Biz müəyyənləşdirməliyik. Burada bir şəkilçi laş, lan var, yoxsa iki şəkilçi la plus ş, la plus n var. Necə müəyyənləşdirmək olar? La'dan sonra mağı əlavə edirik. Məzmun varsa, deməli, burada 2 dənə şəkilçi var. Məzmun yoxdursa, bir dənə şəkilçi olacaq. Məsələn, məktublamaq, məktublaşmaq sözünü götürək biz burada. Məktublaşmaq sözündən sonra la hissəsini əlavə edirik. Baxın, bu sözdə la hissəsindən sonra mağı əlavə edəcəm. Məktublamaq oldu. Məna yoxdur. Deməli, belə bir sözümüz yox imiş. Bu şəkildə müəyyən eləmək olur. Diqqətli olun. Bu həmçinin lan-lənə də aiddir. Intı yoxsa ın plus t şəkilçisi var. Bunu necə müəyyən eləmək olur? Yenə eyni qayda.Indan sonra maq şəkilçisini əlavə edəcəksiniz. Məna varsa ın plus t-dır. 2 dənə şəkilçidir. Məna yoxdursa elə bir dənə ıntı şəkilçisi olacaq. Məsələn, görüntü sözünü götürək biz. Ündən sonra maq əlavə edək. Oldu görünmək, məna var. Günəş göründü, qayıdış növdə oldu və görürsünüzmü? Belə bir feilimiz var. Deməli, burada 2 dənə şəkilçiymiş. Ün plus tüymüş. Intı şəkilçisi deyilmiş. Digər bir sözə baxaq. Çıxıntı sözünü götürək.Indan sonra mağı əlavə edək. Çıxınmaq oldu. Belə bir sözümüz yoxdur. Belə bir feil yoxdur. Deməli, burada nə baş verdi? Intı şəkilçisinin istifadə edilib. Bir dənə şəkilçi var. Oldu mu? Sonra, həmçinin dır şəkilçisinə də aiddir. Leksik və ya qrammatik olduğunu bilmək üçün maqmək şəkilçisini istifadə edilir. Məna varsa leksikdir. Məna yoxdursa qrammatik şəkilçidir. Baxaq. Oxut durmuşdur. Oxut durmaq. Baxın, bundan sonra, durdan sonra mağı əlavə elədim. Birinci durdan sonra. Oxut durmaq oldu. Məna var. Deməli, leksik şəkilçidir. Oxut durmuş durmaq. İkinci durdan sonra mağı əlavə elədim. Məna yoxdur. Deməli, buradakı ikinci dur qrammatik şəkilçiymiş. Bu qədər bəsit. Başlanğıc forma haqqında məlumat verim. Elə bayaqdan elə bu haqda danışırıq. Məncə artıq sizə aydındır. Başlanğıc forma leksik şəkilçiyə qədər olan hissədir. Bura qrammatik şəkilçi daxil olmur. Əgər sözüm sadədirsə, onun həm kökü, həm də başlanğıc forması eyni söz olacaq. Burada mən testlər yerləşdirmişəm. Testlər üzərindən izah verəcəm. Məsələn, baxaq. Hansı bənddə qrammatik şəkilçi başlanğıc formaya daxildir? Deməli, bu bayaqki şəkilçilərdir. Hansı idi bunlar? Dakı idi, ki idi, gil idi, sız üzəri 4 idi. İndi mən həmin o sözləri, şəkilçiləri daha doğrusu axtarmalıyam. Bunlardan əvvəl amma qrammatik şəkilçi olsun. Baxaq. Dayım gil. Aha, baxıram ki, burada mənsubə şəkilçisi var. Sonra leksik şəkilçi gəlir. Dayı, dayım və leksik şəkilçi. Elə bu daxildir. Sözün başlanğıc formasında sonuncu leksik şəkilçini götürüb sxemi bağlamış oluram və məcbur içərisinə qrammatik şəkilçi də gedir. Amma dənizdəkini götürə bilməyəcəm. Çünki sözün kökünə qoşulub və qrammatik şəkilçi yoxdur. Həmçinin digərləri də normal formada qoşulub. Dost sözün köküdür. Lar gəlib, ondan sonra gəlib. Yəni qrammatik şəkilçi gəlib. Bir savada baxırıq. Bir, savad, lar. Bir leksik şəkilçi, savad kökdür, lardakı qrammatik şəkilçidir. Yəni bizə mən bayaqları qeyd elədiyim şəkilçilər lazım idi. Onlardan əvvəl qrammatik şəkilçinin olub olmamasına baxmalıydınız. Hansı söz başlanğıc formada verilmişdir? Yəni nə demək istəyir? Leksik şəkilçisi olsun, qrammatik şəkilçisi olmasın. Baxaq. Kitabxanadan
burada çıxışı qalan şəkilçisi var. Aha, dönməkdən döngə yaranıb, başlanğıc formadadır, götürəcəm. Qapıya yönlük al şəkilçisi var. Evdəkilərdə qrammatik şəkilçi olan larlər var, cəm şəkilçisi. Gəncliyim. Buradakı im mənsubiyyət şəkilçisinə aiddir. Birinci şəxsin təkinə məxsus şəkilçidir. Ona görə cavab olacaq B variantı. Hansı sözlər başlanğıc formadadır? Gəlin buna baxaq. Yenə deyir ki, leksik şəkilçi olsun, qrammatik şəkilçi olmasın. Başlanğıc form o deməkdir. Ağaclıq, baxın, bir dənə leksik şəkilçi var, götürəcəm. Sandıqca, burada baxın, çayçə şəkilçisi var, götürəcəm. Mənanı, təsrik alın şəkilçisi var, getdi. Dəniz, başlanğıc formadadır, sadədir, götürəcəm. Əlaçıları, təsrik alın şəkilçisi, cəmin şəkilçisi var, götürməyəcəm. Sözün mənsubiyyət şəkilçisi var, götürməyəcəm. Sənin sözün şəklində. Qardaşlıq, aha, leksik şəkilçi var, bunu götürəcəm. Taleydə mənsubiyyət şəkilçisi var, götürməyəcəm. Çünki mənə başlanğıc formada olan sözlər lazım idi. Hansı sözlərin başlanğıc forması səhv göstərilmişdir? Oturanda, bu düz göstərilib. Yəni, oturmaq sözü, sözün başlanğıc formasıdır. Qrammatik şəkilçi olan fe'li bağlama şəkilçisi daxil edilməyib. Sevincli, buradakı li də götürülməli idi, leksik şəkilçi götürülməli idi, götürülməyib. Könlümdəkilər düzgün göstərilib. Qrammatik şəkilçi sözün başlanğıc formasına daxil deyil. Bizimki, bizimki də biz gəlməli idik, kini götürüb sonra sxemə bağlamalıydıq. Çünki ki leksik şəkilçidir. Sözün başlanğıc formasına leksik şəkilçi daxildir. Sonuncu leksik şəkilçini götürüb sxemə bağlamalısınız. Sonra bitişdirici samitlər haqqında sizə məlumat verim. Bitişdirici samitlərimiz n, y və s-dır. Bitişdirici samitlərin vəzifəsi əgər söz saitlə bitirsə, şəkilçi də saitlə başlayırsa onları birləşdirməkdir. Məsələn, deyirəm ki, çantası. Baxın, burada söz deməli a ilə bitdi, saitlə bitdi. Şəkilçi i ilə başladı, saitlə başladı. Onları birləşdirmək üçün bitişdiriciden istifadə etmiş oldum. Bir dənə belə bir söz yazım. Kəpənəyin yazaq, kəpənəyin. Baxın, burada bitişdirici yoxdur. Nəyə görə? Çünki sözün kökündə ki samiti var idi. Siz artıq fonetikadan bu qaydanı bilirsiniz. Bundan sonra saitlə başlayan şəkilçi gəldiyinə görə ki-yi əvəzləməsi oldu. Bitişdiricini istifadə etmiş olmadım. Belə məqamlarda diqqətli olun. Sonra bitişdirici samitlər özünə aid olmayan xüsusiyyətlərlə yerinə yetirmiş olurlar. Bu özünə aid olmayan xüsusiyyət nə deməkdir? Sait və samiti birləşdirməsi nəzərdə tutulur. Çünki bunun vəzifəsi sait və saiti birləşdirməkdir. Amma bəzən özünə aid olmayan xüsusiyyətlə yerinə yetirmiş olur. Bundan sözünə baxın. Bu sözün köküdür, dan şəkilçidir, nə da ki burada bitişdirici olacaq. Sözün sonu u ilə bitib, şəkilçimiz isə samitlə başlayıb. Özünə aid olmayan xüsusiyyəti yerinə yetirib. O ikisini birləşdirmiş olub. Söz nədən yaranıb və ya düzəlib? Bunu müəyyən eləmək üçün sözün kökünə baxmırsınız. Çünki mənə demir, get sözün kökünə bax. Məndən istədiyi nədir? Deyir ki, söz nədən yaranıb? Nədən düzəlib? Hansı nitq hissəsindən yaranıb? Məndən onu istəyir. Onu istədiyinə görə biz nə edirik? Gedirik sonuncu leksik şəkilçinin üzərindən xətt çəkirik, yerdə qalan sözə baxırıq. Birinciliyin sözündə. Burada sonuncu leksik şəkilçim, qrammatik şəkilçim mənə lazım deyil. Sonuncu leksik şəkilçim dikdir. Üzərindən xətt çəkdim. Birinci sözü qaldı və görürsünüz, birinci. Birinci sözünü götürürük və bilirik ki, bu sıra sayıdır. Deməli, mənim ismim sıra sayından düzəlibmiş, saydan düzəlib. Buxarlandı sözü. Sonuncu leksik şəkilçim landı. Buxarlamaq deyil, zaten bir feilim yoxdur, onu da yoxlamış olduq. Baxırıq ki, buxar, aha. Deməli, kök və şəkilçi ayrılandan sonra baxırıq. Sonuncu leksik şəkilçinin üstündən xətt çəkirik. Görürük ki, buxar ismindən buxarlanmaq feili yaranıb. Bu şəkildə müəyyən edirik ki, söz isimdən yaranıb. Sonra calaqlamaq sözünə baxaq. Calaqlamaq sözündə sonuncu leksik şəkilçi mənim la şəkilçisidir. Lanın üstündən xətt çəkirəm. Calaqdan isimdən
Calaqlamaq feili yaranıb. Baxın, kökü mənə lazım deyil. Kökü calamaq feilidir. Calamaqdır. Caladır, baxın. Sözün kökü caladır. Amma bu mənə lazım deyil. Mənə o lazımdır ki, söz nədən yaranıb, nədən düzəlib. Sonuncu leksik şəkilçim ladır. Onun üzərindən xətt çəkirəm və yerdə qalan sözümə baxmış oluram. Yerdə qalan sözümdəki calaqdır. Calaq ismindən calaqlanmaq feili yaranmış olur. Dəyişkənliyə baxaq. Burada lik sonuncu leksik şəkilçimdir. Yerdə qalan sözə baxıram mən. Söz nədən yaranıb, nədən düzəlib deyəndə yerdə qalan sözə baxırsınız. Dəyişkən sifətdir. Aha, deməli sifətdən düzəlib. Sonra bəzən belə vaxtlar da olacaq. Sıxıntı və sıxlaşmaq sözünə baxaq. Bunların hansı nitq hissəsindən yaranması necə müəyyən edəcəyik şəkilçiyə əsasən. Ona görə mən deyirdim ki, şəkilçiləri öyrənəndə adlardan isim, sifət, feil və s. düzəldən şəkilçilərə diqqət yetirin və yaxud ki, feildən isim, sifət, zərf və s. düzəldən sözlərə diqqət yetirin şəkilçilərə. İndi baxaq, bu nə deməkdir? Sıxıntı. Baxın, ıntı şəkilçisi feildən isim düzəldən şəkilçidir. Ona əsasən bildim ki, bunun kökü sıxmaq feilidir. Deməli, feildən düzəlib. Sıxlaşmaq feilinə baxaq. Burada laş-ləş adlardan feil düzəldən şəkilçidir. Deməli, bu sıx sifət imiş. Sifətin isim düzəldi. Söz sifətdən yaranıb, müəyyən etmiş oldum. Düzülmək və düzəlmək sözünə baxaq. Burada da eyni qaydanı tətbiq edəcəyik. Ül feildən feil düzəldən şəkilçidir. Üzərindən xətt çəkirəm. Deməli, şəkilçi əsasən bildim ki, düzmək feilindən düzülmək feili düzəlib. Al-əlsə adlardan feil düzəldən şəkilçilərin içərisində qeyd edilmişdir. Buradan da bildim ki, sifətdən feil düzəlmişdir. Bu qədər bəsit. Bugünlük izahımız bu qədərdir. Ümid edirəm ki, sizə aydın oldu. Sağ olun.